Yeni bir videodan hər kəsi salamlayıram. Hər kəsin Novruz bayramını və Bahar bayramını təbrik edirəm. Bu videoda sizinlə birlikdə şirniyyat süfrəsinin hazırlamağı videosunu çəkəcəm və eyni zamanda maqnoliya reseptini bölüşməyi düşünürəm. İlk öncə birlikdə səməni xonçamızı hazırlayaq. İçinə biraz aksesuarlar və qoz fındıq, çərəz, eyni zamanda şirniyyatlar əlavə edirəm. Hər kəs təbii ki, zövqünə görə hazırlaya bilər. Mən belə hazırlamaq istədim. İnşallah sizin üçün maraqlı olar. Sonra isə şirniyyat süfrəmi düzəldəcəm. Və gördüyünüz kimi səməni xoncam hazırdır. Maraqlı oldu məncə. Düzdür, aksesuarlarda son anda qərarımı dəyişdirib sağ tərəfə keçirdim, amma yenə də yaxşı oldu. İndi isə gəlin birlikdə maqnoliyamızı hazırlayaq. Maqnoliyanın reseptinin linkini aşağıda qoyacağam. Çünki əvvəllər 6 il əvvəl hardasa hazırlamışdım və paylaşmışdım kanalımda. Həqiqətən çox asandır. Təqribən bir yarım saata hazır olur. Öncə mühallebini hazırlayırıq, sonra isə digər şeyləri. Reseptini paylaşacağam. İstəyən olsa təbii ki, oradan baxa bilər. Çox maraqlı olur və ləzzətli olur. Yəni 6 ildə 20-30 dəfə bəlkə hazırlamışam və həmişə də çox yaxşı olub nəticəsi. İndidən hazırlayanlar üçün nuş olsun. İzləmədə qalın videonu və videomuzu bəyənməyi, like eləməyi, kanalımıza abunə olmağı və öz fikirlərinizi rəy bölməsini yazmağı unutmayın. Təşəkkürlər. İndi isə bayram süfrəmizi hazırlayaq. Bu gün ayın 20-sidir, 20 martdır və bizdə bayramdır artıq. Onun üçün öncə şirniyyat süfrəmizi hazırlayırıq, sonra isə yemək süfrəmizi hazırlayacağıq. Şirniyyat üçün məncə bunlar yetərlidir. Təbii ki, hər kəs zövqünə, büdcəsinə və istəyinə görə fərqli şirniyyatları, çərəzlər və s. də qoya bilər süfrəyə. Məncə belə maraqlı oldu və yetərlidir deyə düşünürəm. Yaxşı görünür. Siz də zəhmət olmasa öz rəylərinizi yazın. Yadınızdadsa bu qabı Temudan almışdım. 47 manatdan məncə düşmüşdü endirimə. 26 manata almışdım, səhv xatırlamıramsa. Bu fondü aparatıdır. Şokoladı əridib, kənarlarına isə zövqə görə fərqli meyvələr və yaxud da çərəzlər qoyub şokoladı batırıb yemək olur. Gördüyünüz kimi öncə altına bir kiçik bir şam qoydum, şamı yandırdım. Sonra isə zövqümə görə fərqli, yəni bu mövsümdə ola biləcək meyvələri əlavə elədim kənarlarına. Özünün içində 4 dənə belə çəngəli var idi. Çəngələrdən istifadə edə bilərsiniz. Çox maraqlı olur elə. Yəni və yaxud da başqa bir şeydə istifadə edə bilərsiniz, amma özünün içində vardı və aşağısında gördüyünüz kimi qara bir padnosu da vardı. Özünün altlığı var belə deyək. Yəni həqiqətən çox superdir. 26 manata, yəni möhtəşəm. Çünki bunlar Bakıda 80-90 manata görmüşəm. Sonra isə şokolad olaraq isə mən əslində qara şokolad
istifadə elədim. Amma siz təbii ki, südlü şokolad və yaxud da başqa südlü şokolad istifadə edə bilərsiniz. Alpenqoldu kiçik parçalara bölüb sonra isə içinə əlavə elədim. Bu Alpenqoldun qabarcıqlı olan qara şokoladındandır. Gördüyünüz kimi videoda görürsünüz. Təqribən 5 dəqiqəyə, 10 dəqiqəyə demək olar ki, tam əridi. Çünki aşağıda az-az şam yandıqca onu istisi vurub əridir və çox qəşəng olur. Həm qonaqlar üçün, həm də öz dostlarınız, rəfiqələriniz evə gəlsə, onları istifadə edə bilərsiniz. Bizim bayram süfrəmiz belə idi. Hər kəsin Allah ruzisini bol eləsin, süfrəsini daha zəngin eləsin. Ümid edirəm siz də bəyəndiniz. Videomuzu izləməyə davam edin. Xahiş edirəm videonu bəyəndiysəniz like edin, yorumlarınızı yazın və öz fikirlərinizi bildirməyi unutmayın. Hələlik özünüzə yaxşı baxın.